mən üzrxahlıq eləmək istəyirəm. Birinci çəkilişimdə orada biraz mən izləyicilərimizdən üzr istəyirəm. Mənə düzgün başa düşsünlər. Biz təkəbbürlü kimi olub biraz bu maşın söhbətində, varlı həyat söhbətində nə bilim belə olub, belə olub. Düzgün mən ifadələr işlətməmişəm. Mən üzrxahlıq eləmək istəyirəm millətimdən, Azərbaycan millətimdən, insanlardan. Bəzi insanlara pis gəlir, pis təsir eləyib, başa düşməyiblər məni. Elə tərbiyə almamışam ilk öncə bu ailədə ki, mən bəzi sözlər var, düzgün işlətməmişəm onları. Yəni təkəbbürlü eləmirəm. Yuxarı səviyyədə olub. Məqsəd qoymuşsun. Məqsəd qoymuşam mən. Allahıma and olsun, bir balamın qəbrinə and içirəm ki, mən sağalmaq istəyirəm. Mən o balamın, bir balam mənim o, mən balamın ruhuna and içmək o elə belə bir şey deyil yəni.